Salam, gələcəyə xoş gəlmisiniz. Yox, uçan maşınları, yad planetliləri filan, onları unudun. Bugün biz sizinlə dünyanın ən güclü kəşfiyyat agentliklərinin, texnoloji dahillərin soyuq faktlarına əsaslanıb 2040-cı ilin real dünyasına səyahət edəcəyik. Görəsən, bizi həqiqətən nələr gözləyir? Gəlin birlikdə baxaq. Bax, bu sual yəqin ki, hamımızı düşündürür, elə deyilmi? Gündəlik həyatımız, işimiz, karyeramız, hətta yaşadığımız küçələr cəmi 20 ildən sonra necə olacaq? Bax, bugünkü araşdırmamızda məhz bu böyük sualların pərdə arkasına baxmağa çalışacağıq. Amma bir şeyi unutmayın. Bu, heç də fala baxmaq, kristal kürəyə baxmaq deyil. Bu, ABŞ Milli Kəşfiyyat Şurası kimi qurumların soyuq, sərt məlumatlara əsaslanan analizidir. Yəni, gələcəyə aça biləcəyimiz ən aydın pəncərə budur. Yaxşı, gələcəyi anlamaq üçün gəlin onun memarlıq planına baxaq. Dünyamızı yenidən şəkilləndirən 4 əsas, dayanıqlı qüvvə var. Gəlin bu 4 sütunu bir-bir araşdıraq. Bax, bu 4 qüvvə sanki bir-biri ilə rəqs edən nəhənglər kimidir. Biri hərəkət edəndə, o birilər də təsirlənir. Söhbət nədən gedir? Dəyişən insan populyasiyasından, getdikcə isinən planetimizdən, pulun axdığı yeni istiqamətlərdən və əlbəttə ki, hər şeyi alt-ist edən texnologiyanın başgicəlləndirici sürətindən. Deməli, 9,2 milyard. Bu rəqəm sizi aldatmasın. Əsas məsələ sadəcə insanların sayının artması deyil, heç də yox. Məsələ odur ki, bəzi yerlərdə gənclər çoxalır, bəzi yerlərdə isə yaşlılar. Və bu, inanın, sizin gələcək pensiyanızdan tutmuş, xəstəxanalardakı növbələrə qədər, yəni gündəlik həyatımızın hər anına təsir edəcək çox fundamental bir dəyişiklikdir. Təkcə cəmiyyətlər deyil, bizim evimiz olan bu planet də təzyiq altındadır. Bilirsiniz, termometr 1.5 dərəcəni keçəndə bu sadəcə bir rəqəm olmur. Bu, boşalan su anbarları deməkdir. Quruyan tarlalar və daha şiddətli fırtınalar deməkdir. Başqa cür desək, süfrəmizdəki yeməyin və stəkanımızdakı suyun təhlükə altına düşməsi deməkdir. Qlobal iqtisadiyyatın tərəzisi, o tərəzi gözümüzün önündə yerini dəyişir və bu geri dönüşü olmayan bir hərəkətdir. Güc qərbdən şərqə doğru axır. Çin və Hindistan kimi nəhənglərin başçılıq etdiyi yeni iqtisadi blok bir vaxtlar dünyanı idarə edən gücləri gerdə qoymağa hazırlaşır. Bu isə oyunun qaydalarını kökündən dəyişir. Demografiya, ətraf mühit, iqtisadiyyat, bunlar, bilirsiniz, nisbətən proqnozlaşdıra bildiyimiz yollardır. Amma bir də wild card var. Yəni, bütün senariləri alt-üst etməyə, gələcəyə tamamilə yenidən yazmağa qadir olan bir qüvvə, texnoloji partlayış. Bəli, söhbət süni intellektdən, kvant hesablamalarından, hətta miniatur günəşlərdən, yəni nüvə sintezindən gedir. Bunlar sadəcə daha yaxşı telefonlar və ya daha sürətli kompüterlər deyil, əsla. Bunlar reallığın özünü yenidən proqramlayan fundamental dəyişikliklərdir. Bəzi mütəxəssislər hətta çox cəsarətli bir iddia irəli sürürlər. Bəlkə də süni intellekt bizi daha çox almağa, daha çox istehlak etməyə yox, daha yaxşı yaşamağa yönəldəcək. İnsan rifahının, xoşbəxtliyinin ön planda olduğu, daha ədalətli, daha davamlı bir cəmiyyət. Düldür, bir xəyal kimi səslənir, amma texnologiya bu qapını aça bilər. Amma təbii ki, hər medalın iki üzü var. Bir tərəfdə hər birimizə özəl müəllim, məşqçi, super assistent olan bir süni intellekt xəyalı var. Digər tərəfdə isə bir kabus, milyonlarla insanın işini əlindən alan, cəmiyyətləri sarsıdan kütləvi avtomatlaşdırma. Bəs biz bu iki gələcəkdən hansına doğru gedirik? Bax, bu rəqəm sadəcə bir statistika deyil. Bu, bildiyimiz iş dünyasının sonunun başlanğıcı ola bilər. Təsəvvür edin, az qala hər 3 işdən birinin yox olma riski. Bu o deməkdir ki, biz cəmiyyət olaraq qaydaları yenidən yazmalıyıq. Bəlkə də hər kəsə minimum gəlir təmin etmək kimi radikal fikirləri artıq ciddi müzakirə etməyin vaxtı çatıb. Kvant hesablamalarını, xahiş edirəm, sadəcə daha sürətli bir kompüter kimi düşünməyin. Bu, sanki beynimizə yeni bir hiss orqanı əlavə etmək kimidir. Bu texnologiya ilə biz Alzheimerə çarə tapmaq, iqlim dəyişikliyini dayandıracaq materiallar icad etmək kimi bugün bizə mümkünsüz görünən problemləri həll edə bilərik. Bir anlıq təsəvvür edin, ovucunuzun içində balaca bir günəş. Fantastik səslənir, elə deyil? Amma söhbət məhz bundan, nüvə sintezindən gedir. Və bilin ki, Helion kimi şirkətlər artıq bu 10 illiyin sonuna qədər bunu reallığa çevirməyə hədəfləyir. Əgər bunu bacarasalar, bu bəşəriyyətin enerji problemini bir dəfəlik, həmişəlik həll edə bilər. Düşünün, təmiz, təhlükəsiz və bitməyən enerji. Bu, sözün əsl mənasında inqilabdır. Yaxşı, bəs bütün bu möhtəşəm, biraz da qorxuducu texnologiyalar bizim küçəmizə, evimizə, həyatımıza necə daxil olacaq? Artıq nəzəriyyədən praktikaya keçməyin vaxtıdır.
Bir vaxtlar hamımızı birləşdirən o vahid qlobal internet xəyalı bir illüziyaya çevrilə bilər. Artıq ölkələr öz rəqəmsal sərhədlərini çəkir. İnternet kiberbarkadalı anklavlara bölünür. Bu nə deməkdir? Bu o deməkdir ki, sabah bir ölkədə istifadə etdiyiniz proqram digərində işləməyə bilər. Rəqəmsal divarlar yüksəlir. Yaxşı, bütün bu qlobal tendensiyalar bir şəhərin küçələrində necə görünür? Gələcək harada qurulur? Gəlin bu suala cavab tapmaq üçün bu gündən 2040-a hazırlaşan bir şəhərə, onun cəsarətli planına yaxından nəzər salaq. Bəli, söhbət məhz Bakıdan gedir. Şəhərin 2040-cı ilə qədər olan baş planı sadəcə bir sənəd deyil. Bu, bayaqdan danışdığımız o qlobal demoqrafik və ekoloji təzyiqlərə qarşı hazırlanmış bir cavab strategiyasıdır. Bu plan bilin ki, kağız üzərində deyil, şəhərin DNT-sini dəyişdirir. Gözünüzün önünə gətirin. Tıxacları azaldan yeni şəhər mərkəzləri. Sizi şəhərin hər nöqtəsinə aparan 2 dəfə böyümüş metro şəbəkəsi. Avtomobillərin yerini alan yaşıllıqlar və velosiped yolları. Hətta bir vaxtlar sənaye tullantıları ilə çirklənmiş göllər belə ekoloji cənnətlərə çevrilir. Və Bakı təkcə özünü yox, bütün regionu Avropaya bağlayan bir yaşıl enerji mərkəzi olmağa hazırlaşır. Amma bilin ki, ən böyük dəyişiklik binalarda və yollarda deyil, bizim beyinlərimizdə baş verəcək. Süni intellekt və deepfake texnologiyaları reallıqla yalan arasındakı sərhəddi demək olar ki silir. Artıq gördüyümüzə və ya eşitdiyimizə inana bilməyəcəyimiz bir dövrə giririk. Və bu o deməkdir ki, həqiqət anlayışını cəmiyyət olaraq sıfırdan təyin etməliyik. Bütün bu analizdən sonra bir həqiqət ortaya çıxır. 2040-cı il alnımıza yazılmış bir tale deyil, xeyr. Gələcək bizim üçün yazılan bir kitab yox, bizim özümüzün yazdığı bir kitabdır. Hansı hekayəni yazacağımız isə bugün verdiyimiz qərarlardan asılıdır. Bax, bu fikir məncə hər şeyi özətləyir. Texnologiya sadəcə bir alətdir. Eyni çəkiclə həm ev tikmək olar, həm də onu dağıtmaq. O bizə cənnəti də vəd edə bilər, cəhənnəmi də. Əsas sual budur. Biz hansı gələcəyi xəyal edirik? Çünki bir şey reallaşdırmazdan əvvəl onu təsəvvür etməliyik. Və beləliklə, hər şey gəlib bu suala çıxır. Süni intellekt, kvant gücü, təmiz enerji. Gələcəyin açarları əlimizdədir. Bəs biz bu açarlarla hansı qapını açacağıq? Daha ədalətli, daha yaşıl, daha firavan bir dünyanın qapısını mı? Yoxsa parçalanmış, bərabərsiz və qorxu dolu bir gələcəyin qapısını mı? Seçim bugün bizimdir və bütün dünya bu seçimin nəticəsini gözləyir. Düşünməyə dəyər, elə deyilmi?